Dərsin mövzusu siz məni yaratdınız. Biz bilirik ki, yaradan hər şeyi yaradır, hər şeyi eləyən odur. Və burada birdən yaradılış daha vacib olmağa başlayır. Burada ideya nədədir? İdeya sadədir. Həqiqətən də başqa qüvvə olmadığı kimi, yəni deyildiyi kimi ondan başqa heç kim yoxdur. Bu hər bir şey bizim kelimlərin hazırlamasından asılı olaraq baş verir. Və bizim kelimləri yaradandan başqa kim hazırlayır? Axı ondan başqa heç kim yoxdur. Burada deyə biləcəyik, xeyr. İnsana elə bir hökm verilib ki, o bu əməlləri həyata keçirsin. Əks halda bizim mövcud olmağa haqqımız olmaz. Biz nəyə görə mövcuduq? Yaradan hər şeyi elə qurub ki, bizim həqiqətən də elə imkanımız var ki, həqiqətən də biz öz hazırlığımızı ifadə eləyə bilərik və onu cəlb eləyə bilərik. Və onu öz təbiətimizi əks olaraq eləyə bilərik və ona görə də o bu şərtləri pozmur. Ondan başqa heç kim yoxdur şərtini pozmur. Çünki biz bununla öz təbiətimizi zidd olaraq əməl edirik.